müddət əvvəl Bakı şəhərində, Binəqədidə Piriyeva Nurudə xanım, Kəlbəcər sakinini, mən Vüsal Kəlbəcəri çəkmişdim. Bəli, dövlətimizə təşəkkür edirik, Məcburi Köçkünlər Komitəsinə təşəkkür edirik. Baxmayaraq düzdür, bizim insanlarımız eləsi var ki, 2 mərtəbə, 3 mərtəbə, 4 mərtəbə ev istəyirlər. Düzdür, 2 mərtəbə deyil, amma 1 mərtəbəlidir. Yenə də Piriyeva Nurudə xanım dövlətimizə təşəkkürünü bildirir və Məcburi Köçkünlər Komitəsinə təşəkkürünü bildirir. Videoda göründüyü kimi eşq olsun dövlətimizə, eşq olsun dövlətimizin qanunlarına və eşq olsun bizim cənab prezidentimizə. Sağ olsun ki, Məcburi Köçkünlər inşallah hər biri ya bərpa olmuş evlərdə, ya öz kətlərində evlərlə təmin olurlar. Təşəkkürlər, təşəkkürlər, təşəkkürlər cənab prezidentimiz.